Təşəkkür edirəm, hörmətli xanım sədir, hörmətli həmkarlar. Bizim hörmətli həmkarlarımız, komitə sədrləri layihə ilə bağlı ətraflı məlumat verdi. Hərə bir istiqamətdə bir prizmadan məsələni işıqlandırdı, təqdim etdi. Amma hörmətli xanım sədir, bilirsiniz ki, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunubdur və bir növ sosial sifarişdir. Sizin rəhbərliyinizlə və birbaşa dəstəyinizlə keçirilən ictimai dinləmədə də bütün aidiyyatı qurumlar dəvət olundu və sonradan ictimai müzakirələrdə də biz müşahidə etdik ki, doğrudan da bu qanunun layihəsinin, yəni bu müddəaların Azərbaycan qanunvericiliyinə gətirilməsi nə qədər aktualdır və nə qədər vacibdir. Bilirsiniz ki, qanunda hazırda təklif olunan layihədə bir çox yeniliklər var. Bunlardan biri hüquqi anlayışlardır və çox təqdirə layiq haldır ki, ilk dəfədir ki, sosial şəbəkə platforması anlayışı qanunvericiliyə gətirilir və eyni zamanda yaş məhdudiyyət tətbiq edən sosial şəbəkə platformasının provayderi anlayışı qanunvericiliyə gətirilir. Çünki bu anlayışlar olmadan məhz bu sahədə hüquqi tənzimləməni həyata keçirmək demək olar ki, mümkün deyildir. İkinci vacib məsələlərdən biri yaş məhdudiyyəti üçün şəffaf və açıq, eyni zamanda işlək bir mexanizm tətbiq olunur. Yəni, burada qeyd olundu, yaş həddi 16 müəyyənləşdirilir. Bu kifayət qədər optimal bir deməli təklifdir. 16-18 yaş arası olan bizim uşaqlarımızın konkret deməli bəlli qaydalar çərçivəsində istifadə, sosial şəbəkələrdən istifadəsi müəyyənləşdirilir. Burada valideynlərin üzərinə deməli, müəyyən vəzifələr qoyulur. Eyni zamanda bütövlükdə dünya praktikasında həmişə müzakirəyə səbəb olan əsas məsələ bu yaş məhdudiyyəti necə müəyyənləşəcək mexanizmi hesab edirəm Azərbaycan təcrübəsində eyni zamanda beynəlxalq təcrübə nəzərə alaraq çox doğru şəkildə qeyd olunur. Burada konkret valideynin razılığı ilə bank kartından istifadə olunması, mobil telefon əlaqəsi, e-mail əlaqəsi və s. imkan verəcək ki, doğrudan da yaş deməli məhdudiyyətini biz dəqiqləşdirək. Üçüncü, ən vacib məsələlərdən biri sosial şəbəkə platformaların vəzifələrinin dəqiqləşdirilməsidir. Bu vəzifələr təbii ki, çoxdur, bir neçə istiqamətdə var. Ən vaciblərindən biri budur ki, provayder topladığı məlumatları saxlaya, başqasına yaxud da üçüncü tərəfə ötürə bilməz. Eyni zamanda topladığı məlumatlar istifadə edildikdən sonra dərhal silinməlidir. Və bundan da vacib hesab edirəm. O məsələdir ki, biz bu barədə xanım dəfələr danışmışıq. Təhlükəli alqoritmlərin qarşısının alınması üçün konkret müddəa var. Bu da ondan ibarətdir ki, uşaqların fiziki və psixi sağlamlığına zərər vuran və asıllıq yaradan, uşağın həyatına və sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, layiqətinə və qanunla qorunan digər hüquq və azadlığına təhlükə yaradan məzmunların qarşısı alınır. Əgər belə bir məzmunlar aşkar olunarsa, 24 saatdan gec olmayaraq provayderlər müvafiq addımlar atmalıdır. Şəffaflıqla bağlı daha mühüm bir məqam ondan ibarətdir ki, hər ilin yanvarın 15-də qədər provayderlər Azərbaycan Müvafiq Dövlət Qurumuna hesabat verilməlidir, görülən işlərlə bağlı və yaxud və s. Bu da hesab edirəm ki, çox dürüst və dəqiq bir təklifdir. Nəhayət, vacib hesab etdiyim və bizim hamımızın dəfələrlə müzakirə etdiyimiz məsələlərdən biri də budur ki, provayderlərin qeydiyyatı və buna görə məsuliyyəti qanunvericiliyə gətirilir və çox açıq şəkildə qeyd olunur. Bura ilk növbədə Müvafiq Dövlət Qurumunun siyasında olan deməli, qurumlar, provayderlar müvafiq qaydada qeydiyyata alınmalıdır. Dövlət qurumlarına asan və operativ şəkildə əlaqə yaratmaq üçün əlaqə mərkəzi yaratmalıdır və eyni zamanda bu əlaqə mərkəzində müraciət Azərbaycan dövlət dilində olmalıdır. Bilirsiniz, bu yenə deyirəm, dünyada çox geniş şəkildə tətbiq olunan bir qaydalardır. Hesab edirəm ki, bu imkan verəcək ki, həmin provayderlər öz məsuliyyətini dərk etsinlər və üzərinə düşən vəzifəni lazım səviyyədə icra etsinlər. Təbii ki, belə bir halda əgər provayderlər qeyd olunan qanunvericiliyin tələblərinə müəyyən mənada əməl etməzlərsə, pilləli şəkildə xəbərdarlıq, ondan sonra cərimə sanksiyaları və ondan sonra müəyyən mənada reklam verilməsinin qadağan edilməsi və laxır və s. və bundan sonra da internet trafikinin azaldılması. Hesab edirəm ki, və burada həmkarlarım dedi, bu yenə deyirəm, norma bütün dünyada tətbiq olunan normadır və biz də bunu təbii ki, qəbul etməli. Və nəhayət, hesab edirəm, platformalar üçün də müəyyən vaxt tanınır, qanun deməli, imzalandıqdan sonra bir il müddətində qüvvəyə minəcək ki, bu da Azərbaycan dövlətinin xoş niyyətini, eyni zamanda həmin provayderlərin hazırlıq üçün kifayət qədər vaxtın olmasını nəzərdə tutur. Bütövlükdə layihəni dəstəkləyirəm. Hamımız üçün bu vacib olan təklifdir. Hamımız bunu